sinüs 2 plus b cos 8. Bu funksiyanın ən böyük qiyməti kök altında a-nın kvadratı plus b-nin kvadratı düstur hesablanır. Burada a bizdə 4 kök üstü, b-miz də -1'dir. O zaman yazıram kök altında 4 kök altında 3'ün kvadratı plus -1'in kvadratı. Bu da bərabərdir. 16 bölü 48 plus 1 49 kök çıxar 7. Deməli ən böyük qiymətini tapdım 7. Burada isə sinüs alfanın üstünə getmək üçün sürət və məxrəci 2-yə vuraq, bölək. Bu sürət olacaq 2 sinüs alfa cos alfa, yəni sinüs alfanın üstürü. O zaman yenidən yazıram gx bərabərdir. Sinus 2x vur 2, yəni 4x bölünsün 2. Və funksiyasının ən kiçik qiyməti lazımdır. Sinusun qiymətləri oblasında -1, 1 olduğundan ən kiçik qiyməti alması üçün yerinə -1 yazarıq. O zaman nə olacaq? -1 bölünsün 2. Bu da bərabərdir -0,5. Deməli, funksiyasının ən kiçik qiyməti oldu -0,5. Və bizdən fərqi lazımdır. 7 çıxılsın -0,5. Bu da bərabərdir 7 plus 0,5, yəni 7,5. Düzgün cavab B variantı.